Hər vaxtınız xeyir olsun. Əziz tədbir iştirakçıları, hörmətli qonaqlar. Hər kəs xoş gördük. Dostum Səbuni ilk öncə bu möhtəşəm bir iş ərsəyə gətiribdi. Zirvədə Savaş adlı bir kitabın bugün təqdimatına yığışmışıq. Biz Səbuni ilə bu kitabın yazılmasından öncə müəyyən kitab haqqında söhbətlərimiz olubdu ki, kitabda nə kimi faktlar. Mən o kitabı cümlə bə cümlə oxumuşam. Kitab bədilikdən, belə deyim, mən bir şair olsam da, yazıcı olsam da, mən yazdığım kitabda bədiliyə yer verəcəm. Təbii ki, Səbuni isə burada tutarlı arqumentlər gətirib, tarixi faktlara söykənən və bu kitab sözün əsl mənasında gələcək nəsillər üçün bir meyar rolu oynayır və burada həm 1-ci Qarabağ müharibəsində şəhid olanlar haqqında məlumat verilir, həm 2-ci Qarabağ müharibəsində və mən özüm Kəlbəcərdən 37 günlük çıxmışam, anam qucağında çıxmışam. Səməd Vurğun deyirdi ki, Kəlbəcərə gələndə onu xəstəlik aparıb çıxarmışdı ora. Deyir, bəxt məni bu yerə qonaq göndərdi və tali elə gətirdi ki, bəxt məni də başlı belə göndərdi. Dumanlı bir gündə getmişəm ora, özdə at belində getmişəm, bizim Xolezəkdən ora. Heç bir xəritə yox, heç bir şey yox dağların qoynunda. Mən özdə gəldim, təsadüfə baxın. Bəlkə də bu da Allahın qisməti idi. Mən ilk dəfə gəldim ora, o şəhidləri, onların o, necə deyərlər, sığındığı mağaranı gördüm. Hələ də o mənim gözümün qarşısından getmir. O dəhşətli faktları, oradakı o insanların hansı şəraitdə yaşadığını. Səbəbi bunları o qədər canlı, o qədər real lövhələrlə orada göstəribdir ki, səbəbi mən buna bu faktları göstərdiyinə görə sənə təşəkkür edirəm. Burada müqəddəs şəhidlərimizlə bağlı sən çox ətraflı yazılar yazmışsan. Allah rəhmət eləsin. Mənim orada dostlarım var idi o şəhidlərin içərisində. Şəxsən sizin hər birinizin başlı belli olan Zahir Cəfərovla mən şəxsən tanış idim. Allah qəni-qəni rəhmət eləsin. Anar, mən hələ əsgərlikdə olanda mən Anarla tanış olmuşdum və mən bir müəllim olaraq onların şəhid olma xəbərini ilk olaraq Anarın şəhid olmasını müharibədə gördüm, şahid oldum da bunu. Mən həmişə bunu deyirdim ki, kaş o cür qəhrəman oğlanlar yaşayaydı və Azərbaycana indən sonra 100 dənə müəllim eyvaza əvəz edəcək minlərlə müəllim var. Amma bir zabiti, bir komandiri əvəz edəcək inan ki yoxdur. Yəni onlara illərin zəhməti verilir. Və Səbuya ona görə təşəkkür edirəm ki, bu cür vacib məsələləri orada göstəribdir. Kitabda məqamlar çoxdur, xüsusən Səbunun o uşaq vaxtı, belə deyim, ailəsindən uzaq düşüb, təsadüf nəticəsində zirvədə savaş fikir versəz, burada bax bu şəkil ki var, xüsusən bunu bayaqlarım açıqlama verilmədi. Səbuhi Murovun başında təzədən valideynlərlə görüşməsi hissəsidir. Əslində o da onun anasını bir portretin canlandırılıbdır. İnşallah ki, kitabı oxuyarsınız və kitab, mən yenə deyirəm ki, gələcək nəsillər üçün əslində bir meyardır. Tarix kitablarına yazılacaq, həm orada Tunel qətliamı haqqında var, həm başlı bel, bütöv, hətta bu dünya miqyasında artıq bu soyqırım tanıdılıbdır. Həmçinin Ağdaban faciəsi haqqında orada detaylı məlumatlar var və mən bir daha qeyd eləmək istəyirəm ki, biz nə qədər, bayaqlarım Həbib müəllim də, Rövşən müəllim də qeyd elədiyi kimi, erməni ilə sülh bağlasaq da, amma biz bu faciəni unutmamalı, bizim Azərbaycanlılara, ümumi türklərə qarşı törədilən bu cür faciələri daim yaddaşımızda saxlamalıyıq və müqəddəs şəhidlərimizi unutmamalı. Hər başladığımız, getdiyimiz Kəlbəcərdə ilk onlara rəhmət, qazilərə can sağlığı arzulamalıyıq ki, belə bir Kəlbəcəri 30 ildən sonra bizlərə qaytaran məhz onlar və Cənab Ali Başkomandandır. Diqqətinizə görə təşəkkür edirəm, Səbuni, səni də təbrik edirəm. Sağ ol.